insanlar bir çox hallarda tarixi abidələrin qorunmasına çox da önəm vermir. Çünki gündəlik məişət problemləri ilə və yaxud digər məsələlərlə məşğul olurlar və bunun bəlkə də bir çox hallarda önəmli olmadığını düşünürlər. Amma bu bəlkə də ən önəmli faktorlardan biridir. Çünki istənilən həmin o məişət problemləri olsun, gündəlik həyat tərzi olsun. Çünki biz günümüzün böyük bir hissəsini hazırki vəziyyəti nəzərə alsaq, insanlar tıxaclarda keçirir, şəhər həyatından zövq almır təəssüf ki, vizual kirlilik pik həddədir, səs kirliliyi pik həddədir və bu da əslində həmin bu insanların, şəhər sakinlərinin istər hansısa sağlamlıq problemlərini gətirir, çıxardır. Dediyimiz kimi, həmin bu depressiv mühitdə insanlar yəni şəhərdən ümumiyyətlə yaşadıkları həyatdan zövq almamağa başlayırlar. Ola bilər bunun detallarına çox da fikir vermirlər, amma bütün bu şəhərin qorunub saxlanılması, şəhər simasının özünə qaytarılması məsələ insanların özü üçün də vacib faktorlardan biridir. Onların yaşam tərzini dəyişəcək faktorlardan biridir.